Azərbaycanın hüquq müdafiə təşkilatları monitorinq qrupu Ermənistanda insan hüquq və azadlıqları ilə bağlı hesabat təqdim edib. Sənəddə 2020-2022-ci illərdə Ermənistanda insan hüquqlarının pozulması halları, nümayişlər zamanı saxlanılan şəxslər və jurnalistlərə qarşı cinayət işləri əksini tapıb. Bildirilib ki, insan hüquqları üzrə beynəlxalq təşkilatlar Azərbaycana ikili standart tətbiq etdiyi halda Ermənistanda əhaliyə qarşı antidemokratik münasibətə susur. Xüsusən ötən il aprel-iyul aylarında Ermənistanda polisin nümayişçilərə qarşı qəddar münasibəti, səs qumbaralarından istifadə halları nədənsə beynəlxalq təşkilatların diqqətini cəlb etmir. Monitorinq qrupu insan hüquq və azadlıqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumları Ermənistanda baş verən qeyri-insani münasibətlərə həssas olmağa və ikili standartlara son verməyə çağırıb. Beynəlxalq təşkilatlar Azərbaycanda stabilliyi görmək istəmirlər. Beynəlxalq təşkilatlar Azərbaycanda bu müharibə zamanı müxalifətli, iqtidarlı bütün millətin birləşib o Qarabağı almasını da istəmirlər. Bizim bu hesabatımız kifayət qədər genişdir. Biz bunu təbii ki beynəlxalq təşkilatlara, ilk növbədə Avropa Şurasına, Avropa İttifaqına, Qərb ölkələrinə, hüquq müdafiə beynəlxalq təşkilatlarına, Amnesty International, Human Rights Watch-da hamısına göndərəcəyik.